Hər kəs salamlayıram. Adım Ruslan Əhmədovdur. İstanbul Texniki Universiteti məzunuyam. Burada inşaat mühəndisi üzrə bakalavr təhsili, həm də geotexnika mühəndisi üzrə magistratura təhsili almışam. Qarabağ Universiteti və İTÜ arasında, İstanbul Texniki Universiteti arasında yaradılan bu əməkdaşlıq proqramını gördüm. Həqiqətən çox sevindim. Düşünürəm ki, bu Azərbaycanda təhsil alan tələbələr üçün çox böyük bir fürsətdir. Çünki proqram dövlət tərəfindən tam maliyyələşdirilir. Bütün dərslər İTÜ professorlar tərəfindən keçirilir və tələbələr ilk 3 il Xankəndində Qarabağ Universitetində, son ildə isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Bu əməkdaşlıq proqramı üçün İTÜ-nün seçilməsi məncə çox böyük bir üstünlükdür. İstanbul Texniki Universiteti 1773-cü ildə yaradılıb. 250 ildən artıq mühəndis yetişdirir. Yəni dünyanın ən qədim texniki universitetlərindən birisidir. Və universitetdə akademik mühit həqiqətən çox yüksək səviyyədədir. Düşünün ki, mənim təhsil almış olduğum İnşaat fakültəsində 100-ə yaxın professor çalışır. Məsələn, biz İnşaat fakültəsində materialları sınaqdan keçirirdik, konstruksiyaları yoxlayırdıq və zəlzələni simulyasiya edirdik. Və bu laboratorlar sadəcə tələbələr üçün yox, eyni zamanda sənaye və şirkətlər üçün də peşəkar fəaliyyət göstərir. Bir digər üstünlüyü də universitetin 26 ixtisasının ABŞ-ın ABET İnstitutu tərəfindən akkreditasiya olunmasıdır. Yəni bu bütün bu ixtisasların dünya standartlarında tanınmağı deməkdir. Əlavə olaraq da bunu da qeyd etmək istərdim ki, QS 2026-cı il reytinqlərinə əsasən İstanbul Texniki Universiteti dünyanın mühəndislik sahəsində 200 universitet arasında yerləşir və inşaat mühəndisliğində də 50 və 100-cü illər arasında qərarlaşır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, İTÜ mənə sadəcə bir diplom vermədi, həm də mühəndis kimi düşünməyi, problemləri analiz etməyi və nəzəri bilikləri real layihələrdə tətbiq etməyi öyrətdi. Bu əldə etdiyim biliklərlə də mən daha sonra peşəkar fəaliyyətimə mühəndis olaraq neft-qaz sahəsində, quruda, terminallarda, daha sonra dənizdəki neft-qaz platformalarına əməliyyatlarda peşəkar fəaliyyətimi icra edən bir mühəndis olaraq davam etdirmişəm. Hazırda yenə xarici ölkədə, yenə neft-qaz sahəsində öz peşəkar fəaliyyətimə davam edirəm. Buradan başa düşmək olar ki, inşaat mühəndisi sadəcə insanlar üçün bir yaşayış binası ya da evi tikən bir mühəndis deyil, eyni zamanda sənayenin bir çox sahəsində, məsələn, körpülər, binalar, sənaye qurğuları, neft-qaz platformaları, tunellər və digər böyük sənaye obyektləri üçün layihələndirmə və yaxud onların inşaatında komanda içərisində və yaxud rəhbərlik səviyyəsində işini icra edən bir mühəndislik sahəsidir, qoludur və universitet də bunlar üçün bu nəzəri bilikləri əldə etmək üçün ən birinci pillələrdən biri hesab olunur. Təbii ki, burada alınan təhsil də buna görə çox vacibdir. Məhz buna görə hesab edirəm ki, Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında yaradılan bu əməkdaşlıq proqramı çox böyük bir fürsətdir. Son olaraq bu seçim qarşısında olan gənclərə demək istərdim ki, bir zamanlar mən də sizin yerinizdə idim. Mən də hansı universiteti seçəcəyimi düşünürdüm və bugün geriyə baxanda İstanbul Texniki Universitetini seçməyim mənim üçün bu həyatda vermiş olduğum ən böyük, ən doğru qərarlardan biri olub.